Özünə yaxşı ev axtarırsansa, buyur gəl. Yəni anlayışı olan gəlsin, olmayan da ustasıyla gəlsin. Həqiqətən də özünə necə tikərsən, o formada tikinti aparılır. Hörmətli izləyicilərimiz, hər vaxtınız xeyirli olsun. Yerləşmə yerin öncədən açıqlayın möhtəşəm evimizin. Yəni yerləşmə yeri qədər də evin özü gözəldir. Masazıra daxil ola da bilərsiniz, olmaya da bilərsiniz. Birbaşa Bakı-Sumqayıt yolundan Gənclər şəhərciyinə çatmamış sağ tərəfə dönürsünüz. Yəni hündür bir ərazi, su durmayan, nəmişlik olmayan ərazi 5 otaqdan ibarətdir. Ümumilikdə 2 sot torpaq sahəsində. Həyətyanı sahəsinə rahat şəkildə 2 avtomobil daxil olur və xatırladım ki, fundament, kəmər və mərtəbə arası monolit beton plusdakı kolondan istifadə olunub. Üz görünüşü möhtəşəmdir. Həqiqətən bu proyektlərimiz çox nadir halda satışa çıxır və satışda qalmır. Həyətində dekorativ ağaclardan hər birisindən istifadə olunub. Putla idarə olunan jalüz qapısı, əl qapısı, atdenli və həyətyanı sahəsinin işıqlanmasına da söz ola bilməz. Evin də, torpağın da kupçası olan bu gözəl evimiz münasib qiymətə də təklif olunur. İrəliyən dəqiqələrdə qiymətdə açıqlayacağım. Hazırda evimizin dəhlizindəyəm. Evimizin çöl görünüşü kimi təmiri də möhtəşəmdir. Belə təmir hələm-hələm satışa çıxmır. Bölgü dəhliz vasitəsilə qranat metal görünüş hissələr hər birisi istipoldan təchiz olunub. Bir yataq otağı, mətbəx, qonaq otağı və sanitar qovşaqdan ibarətdir birinci mərtəbə. Girişdə sağ tərəfdə yerləşir. Baxın, möhtəşəm, gözəl, səliqəli, işıqlı bir mətbəxdir. Vitraj şəbəkə pəncərə həyətyanı sahəsinə baxır. Həqiqətən də bu ev tez satılacaq, çox səliqəli, gözəl təmiri var. Həm təmir, həm tikinti, həm yerləşmə yeri, bir sözlə bu evdə hər bir şey idealdır. Qonaq otağında gördüyünüz kimi yenə vitraj pəncərə öz həyətyanı sahəsinə baxır, tavanlar, çılçıraqlar və tablolardan istifadə olunub. Burada yerləşirsə birinci mərtəbədə olan yataq otağı. Keçək digər hissələrin təqdimatına. Pilləkənlərin alt hissəsində qladovkası var. Burada da ki, paltar yuyançının yer saxlanılıb. Su, gördüyünüz ki, su xətti, kanalizasiya xətti, elektrik xətti, hər birisi çəkilir. Sanitar qovşaqdır, çox səliqəli, gözəl sanitar qovşağı var. Duş kabinasına kimi yer ayrılıb, istipoldan təchiz olunub. Və qalxırıq ikinci mərtəbənin təqdimatına. İkinci mərtəbədə də bölgü dəhliz vasitəsilə aparılıb. Pilləkənlərdən qalxarkən bu hissədə, sağ hissədə yerləşir. Yine də sanitar qovşaq. Eyni cürdə duş kabinasına kimi yer ayrılıb. Çox səliqəli, təkrarçılıq olmasın, yaxşı evdir həqiqətən də. Burada yataq otağından birincisi bu hissədə yerləşir. Növbəti yataq otağı. Ölçüləri genişdir. Yataq otağından birbaşa eyvana çıxışı var. Gördüyünüz bu gözəl evimizin start qiyməti olaraq 169 min manata satışa çıxarılıb. Yəni qiymətinin haqqını verən evdir. Özünə yaxşı ev istəyirsənsə, buyur əlaqə saxla 051 635 1797 nömrəmizdə əlaqə saxlayıb gəlib evimizdən yaxından tanış ola bilərsiniz.